Allah Teala Kur'an-ı Kerimdə buyurur ki, ey insanlar, bir-birinizi etmədiyiniz bir şeydə ittiham etməyin. Əgər bir-birinizi etmədiyiniz bir şeydə ittiham etsəniz, siz çox böyük bir günah yükü daşımış olarsınız. Necə? Həmin insanın etmədiyi əməli ona deməklə həmin o günahı öz yükünüzə çevirmiş olursunuz. Böhtanın insanın həm mənəvi olaraq, fərdi olaraq özünə, həm də cəmiyyət olaraq böyük bir ziyanı var. Çünki Quran-ı Kerim bizə deyir ki, hər bir əməl kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq onun cəzası həmin əməlin nəticəsi qədərdir. Əgər həmin əməl böyük faydaya səbəb olursa, o əməl gözəl əməldir. Yox, əgər bir əməl deyək ki, böyük bir günaha səbəb olursa, lakin o əməl kiçik əməldirsə, o əməl artıq Allah dərgahında böyük bir günah əməl hesab olunur. Bu baxımdan böhtan da Allah dərgahında böyük bir əməldir.